Salam əziz izləyicilər, biz bugün sizinlə qarşıda ötürmə mərkəzindən keçən ox ətrafında fırlanan diskin hərəkəti mövzusuna ətraflı şəkildə baxacağıq. Birinci sualımız, şəkildə o mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin bucaq sürətləri arasındakı hansı münasibət doğrudur? Qaydada mən sizə qeyd etmişdim. Qaydada nə qeyd olunur? İç-içə çevrələrdə bucaq sürətləri, yəni omega 1, omega 2-yə, omega 3-də omega 3-ə bərabərdir. Bundan başqa tək bucaq sürəti deyil, bucaq sürəti, period, tezlik və dövrlərin sayı. Bunlar hər biri bir-birinə bərabərdir. Əgər iç-içə çevrələrdirsə, yəni bir mərkəzi varsa və həmin mərkəz ətrafında fırlanan çevrələrdirsə, bu qeyd etdiyim 4 şərt təbii ki ödənilir. Ona görə də birinci sualımızın cavabı olacaq D variantı. Növbəti sual, ikinci sual. O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin dövr etmə periodları arasında hansı münasibət doğrudur? Yuxarıda qeyd etdiyimiz qaydaya əsasən hal-hazırda perioda baxırıq. Periodda da eyni, mərkəzi əgər eynidirsə, üst-üstə düşürsə, bu zaman bunların dövr etmə periodları bir-birinə bərabərdir. Növbəti sualımıza baxaq. Növbəti sualımızda da yenə də bizdən periodu soruşur. Nöqtələrin yerini fərqli verib sadəcə. Burada 3 nöqtəsi var. Yenə də hər biri bir-birinə bərabərdir. Gəldik 4-ə. 4-də nə deyir? Mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin mərkəzə qaçma təcillərinin modulları arasındakı hansı münasibət doğrudur? Uşaqlar, burada artıq təcil soruşur. Təcillər əlbəttə ki, nöqtədən nöqtəyə uyğun olaraq dəyişir. Gəlin görək hansı qanuna uyğunluqla dəyişir. Biz dedik ki, eyni mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərindəki çevrələrdə omega konstantdır. Yəni, bütün yerində, çevrənin bütün hissələrində, bütün nöqtələrində bucaq sürəti eynidir. Bu zaman bucaq sürətinin radius və təcillə bağlı olan düsturunu yaza bilərik. A bərabərdir, omega kvadratı R. Baxıram, omega kvadratı qeyd etdiyimiz kimi sabitdir. Ona görə də bundan istifadə eləməyəcəyik. Biz hal-hazırda baxırıq sadəcə A və R-in asılılığına. Bunlar da bir-birindən düz mütənasib asılıdır. İndi gəlin baxaq. Baxıram, bir nöqtəsinin radiusu tutaq ki 2-dir. Amma 3 və 2 nöqtələrinin radiusu bir nöqtəsindən böyükdür. Tutaq ki burada 3 yazıram, digərində də 3 yazıram. Baxıram, 3 və 2 eyni çevrənin üzərində olduğuna görə bunların radiusları bir-birinə bərabərdir. Birin radiusu onlardan kiçikdir. Yəni R1 daha kiçikdir. R3 və R2 bir-birinə bərabərdir. Bunu da qəşəng yazaq. R2 və R3 bir-birinə bərabərdir. Baxın, təcil və radius bir-birindən düz asılı olduğuna görə bu münasibət təcildə də ödənilir. Yəni, A1 kiçikdir R2, A2 və A3-dən. Bunlar da bir-birinə bərabərdir. Cavabımız B variantında doğrudur. 5-ci məsələ. O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin mərkəzi qaçma təcillərinin modulları arasında hansı münasibət doğrudur? Yenə baxıram, iç-içə çevrələr olduğuna görə omega konstantdır. Mütləq hansı konstantsa onu yazmalısınız ki, bilməlisiniz hansı düsturdan istifadə olunacaq. İndi irəliləyən dərslərimizdə daha yaxşı anlatacağım sizə. A bərabərdir yenə omega kvadratı R ilə yazıram. Yenə baxıram, omegasımız sabitdir. Ona görə omeganı sabit götürürəm. A-nın R-dən asılılığı düz mütənasibdir. A R-lə düz asılıdır. Və baxıram, 1 və 2 nöqtəsinin radiusları bir-birinə bərabərdir. Çünki eyni çevrə üzərindədirlər. 3-ün radiusu isə onlardan böyükdür. Təbii ki, 3 onlardan daha uzaq məsafədədir. Bu zaman radiuslar arasında əlaqəmiz necə olar? R1 bərabər olar R2-yə. Və kiçik olarlar R3-dən. Eyni bu münasibət təcillər üçün də ödənilir. Çünki düz mütənasib asılılıqdır. A1 A2-yə bərabərdir, kiçikdir A3-dən. Yəni A3 hamısından böyükdür.
Bu da B variantımızda doğrudur. Gəldik 6-cı suala. Disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. OA bölü OB 2 olduğunu bilərək A və B nöqtələrinin xətti sürətlərinin nisbətini təyin edin. Uşaqlar, bu zaman burada B nöqtəsində bir çeviriyi tamamlaya bilərsiniz. Bu sizin üçün daha rahat ola bilər. Burada B nöqtəsində bir çeviriyi tamamlayanda artıq baxıram ki, B nöqtəsinin radiusu budur. A nöqtəsinin radiusu isə baxın budur. Hər halda şəkildən də görürəm ki, A-nın radiusu daha böyükdür və bizə burada asılıqda da verilib. RA 2-dir, RB 1-dir. Çünki 2-nin 1-ə nisbəti mənə 2-ni verəcək. Və V-nin düsturunu, V-nin R-ilə olan düsturuna baxırıq. Amma hansı şərt daxilində? Omeqanın sabit olduğu şərt daxilində. Çünki iç-içə çevrələrdə demişdim nədir? Omega konstantdır. Omega, tək omega deyil, T də konstantdır, N də konstantdır, böyük N, dövrlərin sayı da konstantdır. Biz sadəcə omega ilə getməyə rahat deyə omeganı hər dəfə səsləndiririk. İndi omega, R və V-nin olduğu bir düstur yazırıq. Hansı düsturdur o? V bərabərdir, omega, R düsturu. Buradan omega sabitdir, buna toxunmuruq. Asılılığımızı qururuq V ilə R üzərindən. V ilə R bir-biri ilə düz asılıdır. Yəni, VA bölü VB mənə verəcək RA bölünsün RB-ni. RA bölü RB neçə idi uşaqlar? 2. Çünki RA 2-dir, RB 1-dir. Onda yazıram 2. Məndən də soruşur VA-nın VB-yə nisbəti, cavabımız olur 2. Gəldik 7-ci suala. 7-ci sualımızda nə deyilir? Deyir, disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. OA bölü OB 2 olduğunu bilərək A və B nöqtələrinin mərkəzi qaçma təcillərinin nisbətini təyin edin. Yenə də bayaqki məsələdəki kimi bunu çevrəyə tamamlayaq. Gəlin, B nöqtəsi ətrafında bir çevrə çəkək. Baxıram yenə. İndi O nöqtəsindən çevrənin mərkəzindən çəkirəm B-yə qədər olan bir məsafə. Tutaq ki, bura 1 cm-dir. Və O-dan A-ya qədər olan məsafəni çəkirəm. A çevrəsinin radiusuna baxıram. Bu da 2 cm-dir. Bunu hardan bilirik? OA verib bizə. OA 2-dir. OB 1-dir. Qeyd etdiyi məsafələrdə radiusdur. Yəni bu RA-dır. Bu isə RB-dir. Aydındır. Yəni yenə yaza bilərəm. RA 2-dir. RB 1-dir. İndi təcillərin nisbətini tap deyir. Biz indi təcilin düsturunu yazacaq uşaqlar. Hansı düsturu yazacaq? İç-içə çevrələrdə nə konstantdır? Omega konstantdır. Omega sabitdir. Bu zaman düsturumuz necə olacaq? Düsturumuz olacaq A bərabərdir. Omega kvadratı R. Yenə omega sabit olduğuna görə omeganı sabit götürürəm. Omega ilə işim yoxdur. A-nın R-dən asıllığına baxıram. A-nın R-dən asıllığı düz asıllıqdır. Yəni RA bölünsün RB. RA bölü RB nisbətini də mən bayaq tapmışdım ki 2-dir. Yəni şərtdə daha doğrusu mənə verilmişdi. Ona deməli AA bölü AB bizə 2-ni verəcək C variantı. 8-ci sual. Disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. OA bölü OB nisbəti 2 olarsa, A və B nöqtələrinin fırlanma periodları nisbətini müəyyən edin. Bayaqdan bunu deyirik. İç-içə çevrələrdə bucaq sürəti, period, tezlik, dövrlərin sayı konstantdır. Buna görə də bunlar TA, TB-yə bərabər olacaq. Eyni ədədi də böləndə təbii ki, bir cavabını almış olacaq. 9. Disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. OA bölü OB 2 olarsa, A və B nöqtələrinin fırlanma tezliklərinin nisbətini müəyyən edin. Qeyd etmişdik yuxarıda yenə omega N, T, böyük N hər zaman iç-içə çevrələrdə konstantdır. Baxın, onda NA, NB-yə bərabər olacaq və bunları bir-birinə böləndə biz bir cavabını almış olacaq. Gəldik qarşılı ötürmə suallarına. A nöqtəsinin fırlanma tezliyi 4 saniyə üstü -1-dir. B nöqtəsinin fırlanma tezliyini hesablayın. Uşaqlar, qarşılı ötürmədə qaydada qeyd eləmişdik. V konstant olur. V-nin konstant olmağı nə deməkdir? Yəni, velosiped kimi düşünəndə qabaq təkəri hansı sürətlə fırladırıqsa, qarşıdan ötürülən, daha doğrusu siz buna sep deyirsiniz də, seplə ötürülən digər təkər arxa təkər də eyni sürətlə fırlanmalıdır.
Təbii ki, bu mümkün deyil ki, qabaq təkəri yüksək sürətlə döndürüm, arxa təkər ondan geridə qalsın. Bu zaman onun arasında olan remin qırılıb, arxa təkər hərəkətini dayandıra bilər. Və VA VB ilə eyni sürətə malik olmalıdır. Sürətləri bir-birinə bərabər olmalıdır. Həmişə qarşı götürmə görəndə velosiped məsələsini yadınıza salın. İndi gəlin baxaq. V konstantdır, uşaqlar. Bayaqdan iç-içə çevrələrdə bucaq sürətini sabit götürürük. Qarşı götürmədə də həmişə V-ni sabit götürəcəyik. V və yol. İndi gəlin V-nin V, R və N olan düsturumuzu yazaq. V bərabərdir 2pi R N düsturumuz təbii ki ortaya çıxır. Buradan R ilə N-in asıllığına baxaq. R bərabərdir V bölünsün 2pi N düsturumuzu alırıq. Uşaqlar, burada sabit olan kəmiyyətlər var. V sabitdir. Çünki dedim ki, V hər ikisi üçün eynidir, konstantdır. 2pi də sabitdir. Çünki pi-nin qiyməti 3-dür, 2 də 2-dir. Bunları bir-birinə vuranda 6 olur. 6 sabit bir ədəddir. Sabit ədəd də dəyişmir. Adından bəlli olduğu kimi sabitdir. Ona görə də asıllıqlarda istifadə olunmur. Biz burada yalnızca baxırıq nəyə? R ilə N-in asıllığına. R ilə N necə asılıdır? Bir-birinə tərs asılıdır. RA bölünsün RB bərabərdir NB bölünsün NA-ya. Gətirək indi tapdıqlarımızı yerinə qoyaq. Baxın, A-dakı R qədərdir. B-dəki R isə 2R qədərdir. Deməli, RA oldu R qədər, B-dəki oldu 2R qədər. Sonra bizə nə verib? A nöqtəsinin B-ni axtarırıq və bizə A nöqtəsininki verilib. NA verilib. Bu da 4-dür. İndi bu R-lər buradan ixtisar gedəcək. Təbii haldır. Bu R-lər buradan ixtisar gedir. Nəyə qalır? 2NB bərabərdir 4. Buradan da NB-ni tapsam bizə verəcək 2-ni. Yəni A variantını alırıq. Gəldik 11-ci suala. 11-ci sualda B nöqtəsinin fırlanma tezliyi 4 saniyə üstü -1-dir. A nöqtəsinin fırlanma tezliyini hesablayın. Hesablayaq uşaqlar. Bayaq yenə də qeyd etdiyimiz kimi V bərabərdir 2pi R N düsturundan istifadə edirik. Buradan R-i təyin eləsəm nə olacaq? V bölünsün 2pi N. Uşaqlar, dönüb təkrar da baxa bilərsiniz. Mən yenə də kiçik bir aydınlatma verirəm məsələləri işlədikcə. V konstantdır, 2pi də konstantdır. Çünki qarşılı ötürmədə demişdim, nə yazırıq ən başda? Qarşılı ötürmə kimi, görən kimi V konstant şərtini yazırıq. R ilə N bir-biri ilə tərs asılıdır. Bu zaman RA bölünsün RB bərabərdir NB bölünsün NA şərtimizi yazırıq. Şərtimizi yazandan sonra rəqəmlərimizi yerinə qoyaq. A-nın radiusu nə qədərdir? R qədər. B-nin radiusu 2R qədər. Və bizə verilib B-nin fırlanma tezliyi 4, A-nın fırlanma tezliyini soruşur. Buradan təbii ki, bu R-lər bir-biri ilə ixtisar gedər. Qalar nə? 2 vur 4, 8 bərabərdir NA. Elə biz də NA-nı axtarırdıq. B variantı. Gəldik. 12-ci sual. O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələrinə aid fiziki kəmiyyətlər üçün hansı münasibət doğrudur? Baxın, bunları yenə də iç-içə çevrələr kimi çəkə bilərik. Uşaqlar, iç-içə çevrələr kimi çəkəndə şərtimiz yadımıza düşməlidir ki, biz hansı şərtlərdən istifadə edirdik. Bu B-yə aid olan çevrəmiz olsun. Bir dəqiqə. Bu B-yə aid olan çevrəmiz olsun. Bu da A-ya aid olan çevrəmiz olsun. Baxıram uşaqlar. Bir dəqiqə. Bu da A-ya aid olan çevrəmiz olsun. Bir dəqiqə. Baxıram uşaqlar, demişdim ki, iç-içə çevrələrdə nələr bərabərdir? Omega, N, T və N. Bunlar konstant olurdu. Bu kəmiyyətlərdən bizə verilən şərtdə hansılar var? N var, düzdürmü? Deməli, 2 avtomatik doğrudur. 2 olmayan cavabları çıxa bilərəm. Düzdür. Yerdə qaldı B və Y variantları. İndi baxıram.
Birincidə bizə nəyi müqayisə eləmək istəyir? Təcilləri. Demişdik ki, təcil burada n sabitdirsə, omega da sabitdirsə, təcilin hansı düsturunu yazacaq? A bərabərdir omega kvadratı r. A r-lə düz mütənasibdir. Yəni hansının radiusu böyükdürsə, onun da təcili böyük olacaq. Hansının radiusu böyükdür? A-nın yoxsa B-nin? Təbii ki, A-nın radiusu böyükdür. Ona görə A-nın təcili də böyük olacaq. Cavabımız olur B variantı. Gəldik biraz nisbətən qarışıq sistemlərə. Qarışıq sistemləri işləyən zaman öncə iç-içə çevrələri işləyirik. Daha sonra qarşı ötürməyə keçirik. Bu qayda ilə eləsək heç bir problemimiz olmur. 13-cü sualda bizə deyir ki, 1, 2 və 3 nöqtələrinin eyni zaman müddətindəki dövrlərinin sayı arasındakı hansı münasibət doğrudur? Baxırıq uşaqlar, iç-içə çevrələrdə demişdik ki, omega n, t və böyük n həmişə sabitdir. Yəni, sabitdirsə n1, n2-yə bərabərdir uşaqlar. Burada n-dirsə, burada da yenə n-dir. Düzdür? Keçirik, baxın, iç-içə çevrələr məsələsini qurtardıq. İndi keçirik qarşılı ötürmə tərəfə, bu tərəfə. Qarşılı ötürmə tərəfdə V konstantdır. V konstantdır. V-nin konstant olduğu hissədə, n-in radiusundan asılılığını çıxardırıq. Hansı düstur vasitəsilə çıxarda bilərik? V bərabərdir 2pi r n böl t düsturumuzdan çıxardarıq. Düzdür? Burada r nəyə bərabərdir? R bərabərdir v t bölünsün 2pi n-ə. Düzdür? Burada v t sabitdir. Çünki v demişdim ki, qarşı ötürmədə sabitdir. T hərəkət eyni müddətdə əmələ gəldiyi üçün sabitdir. 2pi də sabit bir ədəddir. R ilə n də bir-birindən tərs asılıdır uşaqlar. R ilə n bir-birindən tərs asılıdırsa, bunun radiusu kiçikdir 2-dən. Ona görə bunun radiusu kiçikdirsə, dövrü çoxdur. Ona görə n3 bunlardan çox olacaq. Cavabımız olacaq B variantı. 14-cü sualla davam edirik. İki disk qarşılı ötürmə vasitəsilə fırladılır. Bir nöqtəsinin dövrətmə tezliyi n olarsa, 3 nöqtəsinin dövrətmə tezliyi nəyə bərabərdir? Bizə bir nöqtəsinin dövrətmə tezliyi verilib. Baxın, buranın dövrətmə tezliyi n olaraq verilib. Buranı soruşur. Gəlin, yaxından incələyək. Demişəm ki, birinci iç-içə çevrələrdən başlayırıq. Əgər iç-içə çevrələrdə tezlik verilibsə, bütün nöqtələrdə eynidir. N1, N2-yə bərabərdir. Ona görə ikinci nöqtədə də tezliyimiz n olaraq göstərilir. İndi gəldik üçüncü nöqtəyə. Üçüncü nöqtə qarşılı ötürmə vasitəsilə ötürülüb. Ona görə burada V konstant qeyd edirik. Qarşılı ötürmə ilə ötürülən zaman biz radiuslara baxırıq. Birincinin və ikincinin radiusuna. Və tezliklə radiusun asılılığı. V konstant olduğu üçün V-nin düsturunu yazıram. 2pi r n düsturunu yazıram. Buradan nəyi seçəcəm uşaqlar? Buradan n ilə r-in asıllığına baxacağım. Buna görə yazıram. R bərabərdir. V bölünsün 2pi n-ə. Baxın, burada V sabitdir. Çünki demişik, qarşı ötürmədə V konstantdır. 2pi isə sabit bir ədəddir. Buna görə də biz R-in n-ə olan asılılığına baxacaq. R-in n-ə olan asılılığı tərs mütənasibdir. Yəni, R3 bölünsün R2, N2 bölünsün N3-ə bərabərdir. Və gətirək yerlərinə qoyaq. Deməli, R3-ün radiusu nə qədərdir? R3-ün radiusu, baxın, burada verilib, R qədərdir. Kiçik R. R2-nin radiusu nə qədərdir? Baxın, verilib, 2R qədər. Bərabərdir. N2 nə qədərdir? N2 burada tapdıq. Baxın, bu nöqtədə N-dir. N3-ü axtarırıq. N3 sual. Buradan R-lər ixtisar gedər. N3 bərabər olar 2N-ə. Cavabımız olur A variantı. 15-ci məsələyə nəzər salaq. İki disk qarşılı ötürmə vasitəsilə fırladılır. Bir nöqtəsinin dövrətmə periodu T olarsa, 3 nöqtəsinin dövrətmə periodu nəyə bərabərdir? Yenə birinci iç-içə çevrələrdən başlayırıq məsələyə. İç-içə çevrələrdən bir nöqtəsində period T-dirsə, T1 T2-yə bərabərdir. Çünki iç-içə çevrələrdə period, tezlik, bucaq sürəti, dövrlərin sayı bərabər idi.
Deməli, 2-də də T-dir. İndi gəlirəm 3 hissəsinə. 3 hissəsi 2 ilə, baxın, qarşıyla bağlanıb. Qarşı ötürmədə demişdim, V bərabərdir, konstant. Və burada tək fərqli olan yenə də radiuslardır. Görürsünüz, R3 R qədərdir, R2 2 R qədərdir. İndi məndə period var, radius var və V var. Bunun üçünün olduğu düsturu yazaq. V bərabərdir 2pi R bölünsün T düsturumuzu yazırıq. Buradan T və R'in asıllığını götürəcəyik. Biz bilirik ki, V qarşı ötürmədə sabitdir, 2pi isə ədəd olaraq sabitdir. Bunu qeyd edirik və T bərabərdir 2pi R bölünsün V düsturunu alırıq. Buradan bizə T ilə R'in asıllığını qurmaq lazımdır, düz mütənasibdir. Yəni, T3 böl T2 bərabərdir R3 böl R2 düsturundan istifadə eləyəcək. Gəlin bir yerinə qoyaq, baxaq. T3-ümüz neçə idi? T3-ü bilmirik, T3-ü axtarırıq. T2-miz T idi. R3-ümüz R. Burada baxın, qeyd olunub mötərizənin içərisində. R2-miz isə 2R'dir. Bunlar ixtisar gedərsə, T3 olacaq T böl 2. Yəni, Y variantı. Gəldik, sual nümunəsi 16. Disklər mərkəzlərindən keçən ox ətrafında fırlanır. 1, 2 və 3 nöqtələrinin xətti sürətləri arasında hansı münasibət doğrudur? Gəlin, yenə ötürmələrə baxaq. Birinci bizə verib 1 və 2 nöqtələri iç-içədir. İç-içə olanda burada rahat gedə biləcəyimiz yol əslində qarşı ötürmədir. Çünki qaydadan bilirik ki, qarşılı ötürmədə sürətlər eyni olur. Mən bunu velosiped misalında göstərmişdim. Qabaq təkər və arxa təkər olaraq. Ona görə avtomatik yazıram. V3 V2-yə bərabərdir. Qarşılı ötürmədir. İndi gəldik iç-içə olan çevrələrə. İç-içə olan çevrələrdə baxın, birin radiusu buradan bura qədərdir. 2-nin radiusu buradan bura qədərdir. İkinci çevrəyə qədər. Təbii ki, bu R olarsa, birincinin radiusuna R deyəriksə, ikincinin radiusu olar 2R hardasa. Yəni, baxın, ikincinin radiusu daha böyükdür. R2 böyükdür R1-dən. Burada da omeqalar iç-içə çevrələrdə omega konstantdır. Bu şərti nəzərə alaraq V bərabərdir omega R ifadəsini yaza bilərəm. Omega R ifadəsində V R ilə düz mütənasibdir. Ona görə də radiusu böyük olanın sürəti də böyük olur. Burada radius 2-də böyükdür, 1-də isə kiçikdir. Ona görə sürət də 1-də kiçikdir, 2-də daha böyükdür. Cavabımız hansı variantda var? Cavabımız var V3 C variantında. Gəldik 17-ci məsələyə. Sürüşmədən deyirlənən diskin mərkəzinin yerə nəzərən sürəti V-yə bərabərdir. A və B nöqtələrinin yerə nəzərən sürətləri nəyə bərabərdir? Uşaqlar, sürət biz qaydamızda da keçmişik ki, A nöqtəsində 0-a bərabərdir. Tərpənməzdir A nöqtəsi. Buradakı VA 0-dır. Get-gedə yuxarı qalxdıqsa sürət qalxır. Baxın, buradan bura radiusla mütənasib olaraq artıb. R radiusda olub V qədər, 2 dənə R radiusda isə, baxın, buradan B-yə qədər olan məsafədə olacaq 2V qədər. Deməli, A 0-dır, B-də isə 2V-dir. Cavab C variantı. 18-ci məsələdə sürüşmədən deyirlənən diskin B nöqtəsinin yerə nəzərən sürəti V-yə bərabərdir. Diskin mərkəzinin O və A nöqtəsinin yerə nəzərən sürətləri nəyə bərabərdir? Uşaqlar, biz bilirik ki, ən yüksəkdə ən çox sürət olur. B nöqtəsində sürət maksimaldır. B nöqtəsindən O nöqtəsinə gələndə sürət nə qədər azalmalıdır? 2 dəfə. Çünki burada B-yə 2 radius gedib, O-ya isə 1 radius gedib. Deməli, V-də sürət 2 dəfə azdır. Yəni, V böl 2-dir. A nöqtəsində isə yerdə olduğu üçün bunun sürəti VA 0-a bərabərdir. Bu cavabımız harada var? VA 0-dır. Y variantında. V0 isə V böl 2-dir. VO isə daha doğrusu V böl 2-dir. 19-cu məsələ. Qarşıla əlaqələndirilmiş disklərin üzərində 1, 2 və 3 nöqtələrinin dövr etmə tezlikləri arasında hansı münasibət doğrudur? Uşaqlar, biz bilirik ki,
İç içə çevrələrdə tezlik, bucaq sürəti, dövrlərin sayı və period bir-birinə bərabərdir. Ona görə çox asanlıqla artıq baxan kimi deyirik ki, n1 n2-yə bərabərdir. İkinci hissədə isə qarşılı ötürmədir. Qarşılı ötürmədə v konstantdır. Baxın bu hissədə v konstantdır. V konstant olduğu zaman düsturumuz necə dəyişir uşaqlar? V bərabərdir 2 pi r n olurdu. Və buradan mən n təyin etsəm, necə təyin edirdim? N təyin etsəm, v bölünsün 2 pi r idi. Buradan v qeyd etdiyimiz kimi sabitdir, 2 pi də sabitdir. Ona görə də n r ilə tərs asılıdır. N r ilə tərs asılı olduğu zaman baxıram, 3-ün radiusu 2-dən kiçikdir. Deməli, r3 kiçikdirsə r2-dən, tezlikdə bunun tərsi olacaq. n3 böyük olacaq n2-dən. Yəni 3 daha böyükdür. Cavabımız hansı variantda var? Baxaq, n1 n2-yə bərabərdir. C variantında n3 isə onlardan böyükdür. 20-ci məsələ. Qarşıla əlaqələndirilmiş disklər üzərindəki 1, 2 və 3 nöqtələrinin dövr etmə periodları arasında hansı münasibət doğrudur? Uşaqlar, bunu dəfələrlə deyirəm, hər dəfəsində təkrar deyirəm ki, yadınızda qalsın. Əslində qaydada da var. Xahiş edirəm, qaydanı oxuyun, sonra testlər işləyin. 1 və 2 nöqtələrində bucaq sürəti, tezliyi, dövrlərin sayı və period bir-birinə bərabər olduğu üçün bu iç-içə çevrələr. Baxın, iç-içə çevrələr deyəndə təkcə sistemin bu hissəsindən söhbət gedir. Burada 1 və 2 nöqtələri bir-birinə period qədər bərabərdir. Yəni T1, T2-yə bərabərdir. İndi gəldik qarşılı ötürmə hissəsinə. Yəni, baxın, bu hissədən söhbət gedir. Baxın, qarşılı ötürmə harada var? Bax, 3 ilə 2 arasında. 3 ilə 2 arasındakı qarşılı ötürmə zamanı deməli, V konstantdır qarşılı ötürmədə. Bu zaman V bərabərdir 2 pi r bölü t düsturundan istifadə edəcəyik. Buradan t-ni təyin etsəm nə olacaq? 2 pi r bölünsün v olacaq. Və mən yenə də hər dəfə olduğu kimi qeyd edirəm ki, 2 pi və v sabit ədədlərdir. Ona görə də t ilə r-in asılılığı düz asılıdır. T ilə r-in asılığı düz asılıdırsa, baxın, r3-ün radiusu kiçikdir r2-nin radiusundan. Deməli, düz asılılıqda t3 də kiçik olacaq t2-dən. Yəni, burada böyük olacaq t2, t3 kiçik olacaq. Bu cavabımız hansı variantda var? Elə B variantında özünü göstərir. 21-ci məsələ, qarşılı ötürmə ilə fırladılan disklər üzərindəki 1, 2 və 3 nöqtələrinin bucaq sürətləri arasında hansı münasibət doğrudur? Yenə eyni qaydanı deyirik. Birinci hansı hissəyə baxırıq? Uşaqlar, birinci baxırıq iç-içə keçən çevrələrə. Baxın, bura baxırıq birinci. İç-içə olan çevrələrdə nəyi müşahidə eləmişdik? Omega, yəni bucaq sürəti, tezlik və period, bir də dövrlərin sayı bir-birinə bərabər idi. Ona görə də omega 1 bərabərdir omega 2-yə şərtimizi yazırıq. İkinci hissəsi nədir? Baxın, qarşılı ötürmə. 3 diski 2 diskinə qarşıla ötürülüb. Qarşılı ötürülmədə nə idi? V bərabərdir konstant idi, düzdür? V konstant olan zaman düsturumuz necə idi? V bərabərdir omega r. Və mən buradan omeganı tapsam, V bölünsün r şəklində göstərirəm. V buradan sabit ədəd olduğuna görə omegamız nə ilə asılıdır? R ilə tərs asılıdır. Burada da mən baxıram. Baxın, 3-ün R3 kiçikdir R2-dən. Bunlar tərs asılı olduğu üçün indi omega 3 böyük olacaq omega 2-dən. Və gətirib burada yerinə qoysaq, omega 3 daha böyük olacaq 1 və 2-nin bərabərliyindən. Variantımız da olacaq C variantı. Növbəti məsələm. Sürüşmədən deyilənən R radiusu diskin O mərkəzinin yerə nəzərən sürəti V-dir. Bax, buranın sürəti verilib V. A nöqtəsinin yerə nəzərən sürəti nəyə bərabərdir? A nöqtəsinin yerə nəzərən sürəti yuxarıda qeyd eləmişdik. Bura V-dirsə, burada A nöqtəsinin yerə nəzərən sürəti. Uşaqlar, üzrlü sayın, A nöqtəsinin yerini yanlış görmüşəm. A nöqtəsi
bayaqki şəkillərdə aşağıdaydı, indi yuxarıda verilib. A nöqtəsinin yerə nəzərən sürəti mən demişdim ki, radiusdan asılı olaraq artır. Yerdən O'ya qədər olan R idisə, V sürətini verirdisə, indi yerdən A'ya qədər olan 2R olduğuna görə bunun da sürəti 2V şəklində olacaq, B variantı. Suallara və şəkillərə diqqətli baxmaq lazımdır. 23-cü sual. Qarşılı ötürmə ilə fırladılan disklərin üzərindəki 1, 2 və 3 nöqtələrinin mərkəzə qaçma təcillərinin modulları arasında hansı münasibət doğrudur? Birinci, yenə də iç-içə olan çevrələrdən başlayırıq. İç-içə olan çevrələrdə sistemimiz budur. 1 və 2 sistemindən söhbət gedir. Baxın, burada göstərirəm. 1 və 2 sistemində omeqalar üzərindən gedək. Omega 1 bərabərdir omega 2-yə. Amma baxın, bunların radiusları fərqlidir. Onda yazacağım A bərabərdir omega kvadratı R. Baxın, bu düstur üzərindən gedəcəm. Çünki burada omeqalar sabitdir. Omeqamız sabitdir. Bundan işimiz yoxdur. Biz baxırıq A ilə R-in asıllığına. A ilə R necə asılıdır? Düz asılıdır. Deməli, 1-in R1 kiçikdir R2-dən. Deməli, onda omega 1 də kiçik olacaq. Omega, üzr istəyirəm. R1 kiçikdir R2-dən. Bu zaman A1 də kiçik olacaq A2-dən. Çünki düz mütənasib asılıdırlar. İkinci sistemimiz isə qarşılı ötürmədir. Yəni 3 diskinin 2 diski ilə qarşılı ötürülməsinə əsaslanır. Burada nə konstantdır uşaqlar? Qarşılı ötürmədə V bərabərdir konstantdır. V konstant olan zaman A'nın düsturu olacaq. A bərabərdir V kvadratı R. Baxın, burada ən çox çaşdırılan təcildir ötürmələrdə. İç-içə çevrələrdə təcil radiusundan düz asılıdır. Qarşılı ötürmədə təcil radiusundan tərs asılıdır. Bunun da asıllıq səbəblərini göstərirəm. Bax, birincidəki düstur budur, ikinci düstur budur. Bunların da hər biri bu ötürmələr zamanı hansının sabit qalmasından asılı olaraq dəyişir. A ilə R tərs asılıdır. V qarşılı ötürmədə konstantdır. A ilə R-in asıllığına baxanda, baxın, R3-ün radiusu kiçikdir R2-nin radiusundan. Onda tərs mütənasiblikdən A3 A2-dən böyük olacaq. İndi gəlin baxaq, sistemimizi yığaq. Sistemimizdə nə idi? A1 A2-dən böyükdür. Yazıram, A1 böyükdür A2. A3 isə ən böyükdür. A3 isə bunlardan da böyükdür. Bu cavabımız harada var? Y variantında. Gəldik 24-cü suala. Radiusları R1 bərabərdir 2 və R2 bərabərdir 4 olan disklər qarşılı ötürmə ilə birləşdirilərək fırladılır. Birinci diskin üzərindəki A nöqtəsinin müəyyən müddətdə yer dəyişməsinin modulu SA bərabər 4 metr olarsa, həmin müddətdə ikinci disk üzərindəki B nöqtəsinin yer dəyişməsinin modulunu hesablayın. Uşaqlar, bu biraz çaşdırıcı sualdır. Burada radiuslar verilib. Siz fikirləşirsiniz ki, hesablama lazımdır. Burada sadəcə biraz məntiq yürütmək lazımdır. Biz demişdik ki, qarşılı ötürmədə gedilən yollar bərabərdir. Yəni, LA LB-yə bərabərdir. Çünki L bərabərdir VT. V sabitdir. A hansı sürətlə fırlanırsa, B də o sürətlə fırlanır. T də sabitdir. Çünki A diski nə qədər müddət hərəkətdə olursa, B diski də o qədər müddət hərəkətdə olur. Yəni, velosiped məsələsindən yeni düşünün. Velosipetin qabaq təkəri fırlandığı müddətdə arxa təkəri fırlanır. Qabaq təkəri dayananda təbii ki, arxa təkər də dayanmış olur. Ona görə eyni qədər yol gedir. Əgər SA 4 metr yer dəyişmə eləyirsə, B nöqtəsi üzərində də yer dəyişmə ilə 4 metr olacaq. Cavabımız olacaq C variantı. 25-ci suala baxaq. Bir disk sürüşmədən üfüqi səthdə diyirlənir. A, O və B nöqtələrinin yerə nəzərən ani sürətləri üçün hansı ifadələr doğrudur? Əgər qeyd etdiyimiz kimi yerdən olan uzunluğuna baxırıq, biz əvvəlcə işarə eləyək, buna V deyirik. Buna V deyiriksə, o zaman A nöqtəsinin sürəti 0-a bərabərdir, bayaqdan qeyd elədiyimiz kimi. B nöqtəsində sürət isə VB isə bərabərdir 2V-yə. Bu harda var? D variantında düzgündür.
Daha sonra keçirik 26-cı suala. 26-cı sualda bizə nə deyir? Tərpənməz O1, O2 ox ətrafında fırlanan kürə üzərindəki nöqtələrdən hansının xətti sürəti ən böyükdür? Uşaqlar, demişdik ki, bu çevrələr üzərində radiuslara baxacaq. Baxın, 3-ün radiusu budur. 2-nin radiusu budur. 5-in də radiusu bir dəqiqə. 5-in də radiusu budur. Düzdür. Hansının radiusu böyükdür? 3 nöqtəsinin. Eyni mərkəz ətrafında fırlanan cisimlərdə demişdik, omega konstant olur. Omega konstant olduğu zaman V bərabərdir. Omega R ifadəsindən biz sürəti tapa bilərik. Və əgər burada omega konstantdırsa, V nə ilə bağlıdır? R ilə bağlıdır uşaqlar. R ilə bağlıdırsa, ən böyük radius hansındadır? 3 nöqtəsində yerləşir. Gəlirik 27-ci suala. 27-ci sualda qarşılı ötürmə ilə fırladılan iki disk üzərindəki 1, 2 və 3 nöqtələrinin xətti və bucaq sürətləri arasındakı hansı münasibətlər doğrudur? Birinci, baxırıq sürətlər üzərinə. Sürətlər üzərindən baxanda qarşılı ötürməyə baxmalıyıq. Qarşılı ötürmə 1 və 2 çevrələri üzərindədir. 1 və 2 çevrələrində sürətlər bərabərdir. 3 və 2 üzərində isə omega üzrə götürürük. Omegaları konstantdır, düzdür? 3 və 2-də, yəni omega 3, omega 2-yə bərabərdir. Bu zaman V bərabərdir nə olur? V olur omega R. Yəni V ilə R bir-biri ilə düz asılıdır. Çünki burada omega sabitdir. Omeganı götürmürük. Baxıram. Hansının radiusu böyükdür? 3-ün yoxsa 2-nin? Əlbəttə ki, 2-nin. Deməli, R2 böyükdürsə R3-dən, o zaman elə V2 də böyükdür V1-dən. Gətirib burada nəzərə alsaq, yox 3. Gətirib burada nəzərə alsaq, bu ifadəni almış oluruq. Bu 1-dir. İndi gəlirik omegaları müqayisə eləməyə. Omegaları bayaq da dedim ki, 2 ilə 3-ün omegası bir-birinə bərabərdir. Çünki iç-içə çevrələrdir. Qarşılı ötürmədə isə omegalar necə dəyişir? Qarşılı ötürmədə omegalar V bərabərdir. Omega R ifadəsindən də baxa bilərik. Burada V sabitdir. Çünki qarşılı ötürmədə demişdim, V konstant olur. Omega bərabərdir V böl R ifadəsindən. V konstant olduğu üçün omeganın R ilə olan asılılığına baxıram. Və R1 kiçikdir R2-dən. Bu zaman omega 1 böyük olar omega 2-dən. Çünki tərs asılılıqdır. Gətiririk burada yerinə qoyuruq. Onu deməli omega 1 bunların hər birindən böyükdür. Cavabımız harda var? Omega 1 4-də. Deməli düzgün cavab 1 və 4-dür. Gəlirik 28. O1 oxu ətrafında fırlanan kürədə A və B nöqtələrinə uyğun olan hansı fiziki kəmiyyətlərin qiymətləri eynidir? Hansıların qiymətləri eynidir? Bunu keçmişdik. Eyni mərkəz ətrafında olanda demişdik omega, N, T və böyük N bunlar eynidir. Burada hansılar var? Dövr etmə tezliyi, dövr etmə periodu, bucaq sürəti. Bunlar eynidir. 29-cu sualda isə əksini soruşur. Hansılar müxtəlifdir deyir. Əgər bunlar eynidirsə, müxtəlif olan xətti sürət və təcildir. Yəni 4 və 5. Gəldik 30-cu suala. Göstərilən disklər O1 və O2 mərkəzlərindən keçən oxlar ətrafında fırlanır. O1 və O2 nöqtələrinin xətti sürətləri V və fırlanma periodları T arasında hansı münasibətlər doğrudur? Birinci V-nin münasibətlərinə baxaq. Qarşılı ötürmədə 1 və 3-də qarşılı ötürmə olduğu üçün V1 və V3 bir-birinə bərabərdir. Burada isə 2 ilə 3-ün asıllığında isə omegalar sabitdir. Bu zaman V bərabərdir omega R ilə. Məsələyə baxırıq. V-ni konstant götürəndə V ilə R düz mütənasibdir. Onda R3 böyükdürsə R2-dən, elə V3 də böyük olacaq V2-dən.
V3 də böyük olacaq V2-dən. Bu asılılığımız harada var? V1, V3, 5-də. Periodlara nəzər salanda isə iç-içə çevrələrdə periodlar eynidir. Yəni T1-in periodu T2-nin perioduna bərabərdir. Qarşıda ötürmə zamanı isə V konstant olduğu üçün V bərabərdir 2πr böl T düsturundan istifadə edirik. Buradan T-ni təyin edəndə 2πr böl V ilə təyin edirik. Burada 2π və V sabit olduğuna görə T-nin R ilə olan düsturu düz mütənasib asılılığı verir. Onda R3 böyük olacaq R1-dən. T3 də böyük olacaq T1-dən. Gətirib buraya yazıram. T3 bunlardan böyükdür. Bu variant da harada var? Bir dəqiqə bu varianta da baxaq. Bir dəqiqə uşaqlar, rəqəm səhv eləmişəm. Burada iç-içə çevrələrin olduğu T3 və T2'dir. Ona görə bunlar belə asılıdır. İç-içə çevrələrin olduğu T3 və T2'dir. Bunlar bir-birinə bərabərdir. Və bunlar T1-dən böyükdür. Cavabımız olur 3. Sadəcə burada qeyd eləmişəm. Lakin burada birinə rəqəm səhv eləmişdik. Yəni indeks səhvi daha doğrusu. 31-ci sualda mərkəzdən keçən ox ətrafında fırlanan diskin üzərində olan 1, 2 və 3 nöqtələrinin eyni zamanda gəldikləri yollar və təcillər arasında hansı münasibət doğrudur? Yollar və təcillər. Deməli, L bərabərdir 2πr düsturuna baxırıq uşaqlar. Düsturumuz budur. 2π sabit olduğuna görə yollar radiusuna düz mütənasib asılıdır. Yolların radiusuna düz mütənasib asılılığını əsas götürsək, buradan L bərabərdir VT və omega R vurulsun T düsturu ilə də gedə bilərik. R sabitdir, T də sabitdir. Yəni hər iki halda L yalnızca R-dən asılıdır. Ona görə də radiusun uzunluğuna mütənasib olaraq bölürük. L3 ən böyüdür. L3, baxın bu, ən böyüdür və 3L qədərdir. 3R qədərdir. Ona görə də L3 bərabərdir 3L1'dir. Bu doğrudur. L2, L3, birdən də L3, 1/5 L2'dir. L2 isə 2'yi L1'dir. Radiuslara asılı olaraq böldük. A'lara asılı olaraq bölən, bir dəqiqə bu görək hansı variantda doğrudur. Bu 2 də doğrudur. A'lar isə bir-birindən bərabər deyil. Ona görə bu varianta baxmırıq. Buradakı varianta baxırıq. A'lar da bir-birindən radiusdan asılı olaraq dəyişir. İç-içə çevrələrdə omega konstant olduğu üçün A bərabərdir omega kvadratı R-dən. A da R ilə düz asılıdır. Ona görə də elə L ilə olan asılılıq buna da aiddir. L ilə necə asılılıq qurmuşduqsa, aynı da eyni asılılığı rahat bir şəkildə qura bilərik. Bu da elə 6 olacaq. Gəldik 32-ci suala. 32-ci sualda uzunluğu müəyyən edin. Qarşıda ötürmə ilə fırladılan disklərin üzərindəki A və B nöqtələrində xətti sürət, mərkəzə qaçma təcili, fırlama periodunu qeyd edin. Xətti sürət bilirik ki, bir-birinə bərabərdir. Çünki qarşıda ötürmədə sürətlər bərabərdir. 1-ə uyğun gələn variantımız A'dır. Mərkəzə qaçma təcillərində A bərabərdir V kvadratı böl R düsturundan istifadə edəcəyik. A R ilə tərs asılıdır. A R ilə tərs asılıdırsa, A-nın təcili B-nin təcilindən 2 dəfə böyük olacaq. A nöqtəsində B-dən 2 dəfə böyükdür. Bu olacaq B variantı. 3-də fırlanma periyodu. Fırlanma periyodunda da V bərabərdir 2πr böl T-dən. T bərabərdir 2πr böl V düsturundan tapırdıq. Burada da nə olurdu? T R ilə düz asılı olmuş olurdu. T R ilə düz asılı olanda olur A nöqtəsində B-dən 2 dəfə idi.
A nöqtəsində B-dən 2 dəfə kiçik olduğunu alırıq. Bu da olur C variantı. Gəldik 33-ə. 33 sonuncu sualımızdır. Uyğunluğu müəyyən edin. Qarşı ötürmə ilə fırladılan disklərin üzərindəki A və B nöqtələrində xətti sürət yenə də bir-birinə bərabər olacaq uşaqlar. Bir nöqtəsində xətti sürətlər bir-birinə bərabərdir. 2-də fırlanma periodu. Fırlanma periodu bayaq tapdıq ki, düz mütənasib asılıdır. Ona görə A nöqtəsində B nöqtəsindən 4 dəfə kiçik olacaq. Y variantı. Yəni T bərabərdir 2 pi R böl V düsturundan. R ilə T düz asılıdırsa, qeyd olunan asılılığı çıxara bilirik. Növbətidə isə bir dəqiqə Y yox. Y düz yazmışdım. Bir dəqiqə. Y variantı. Bir də gəldik fırlanma tezliyi. Fırlanma tezliyi n bərabərdir. N bərabərdir. Nə olacaq? V bölünsün 2 pi R olacaq. Radiusla tərs asılı olacaq. Radiusla tərs asılı olanda deməli A nöqtəsində B-dən 4 dəfə böyük olacaq. Bu da olacaq D variantı.